...27 sentyabr Vətən müharibəsinin başlandığı gün tariximizə həm qəhrəmanlıq günü kimi, həm də şəhidlərimizin anım günü kimi həkk olunub. Həmin günlərdə azad olunan ərazilərdən biri də məhz Füzuli rayonunun Alxanlı kəndi oldu. Hazırda burada şəhidlərimizin xatirəsinə daş abidə ucaldılıb və üzərində şanlı bayrağımız dalğalanmaqdadır. Bugün Füzuli sakinləri qürur hissi ilə bu yeri ziyarət etmək üçün üz tutublar.